Hamıya salam. Bugün sizə təzə vlog çəkib göstərmək istəyirik. Uşaqlar da bayram tətilləri olduğuna görə hər şeyi özləri eləyib, özləri çəkiblər. Mən sadəcə səsləndirmişəm. Təəssüflər olsun ki, mənim bayram tətillərim olmadığından mən bütün günü işdə olmuşam və uşaqlar evdə özləri üçün spagetti bişiriblər. Bu uşaqların ən sevimli yeməyidir. Nə vaxt soruşanda nə bişirim, deyirlər ki, ya makaron, ya spagetti. Bu dəfə özləri bişirdilər və makarona qatmaq üçün keçən vlogda soyuducuya qoymuşdum, hazırlayıb bunlara rahat olsun deyənə. O döşətini hazırlayıb bişiriblər. Əlavə olaraq da pendirli sous hazırlayıblar spagetti üçün. Pendirli sos üçün 20-30 qram kərəyağı əridirik. Əriyəndən sonra bir qaşıq un qatırıq və bunları ikisini bir yerdə yaxşıca qızardırıq. Qızardandan sonra süd əlavə edirik. Duz və istiot qatırıq və biraz da qaynadırıq. Qarışdıra yaxşıca qaynadırıq. Süd qaynayandan sonra 2 növ pendir əlavə edirik. Holland və mozzarella pendiri. Belədir ki, evdə hansı növ pendiri varsa onu əlavə edə bilərsiniz. Əslində bu sousun adı beşameldir. Amma bilmirəm nə qədər biz dəqiq bunu düz hazırlamışıq yoxsa yox. Dadı çox gözəl olur. Günorta yeməyindən sonra başlayıblar təmizlik işlərinə. Mən səhər işə gedəndə paltaları atmışdım yumağa. Onları çıxarıb səriblər. Və hava yaxşı olmadığından mən bu pakravalı çoxdan da yumaq istəyirdim, amma alınmırdı. Bugün bu pakravalı da uşaqlar yuyublar. Təmiz paltaları uşaqlar ayırıblar. Ütüləməli paltarı yığıb qoyublar bir qırağa. Ütüyə ehtiyacı olmayan paltaları yığıb səliqə ilə qoyublar yerlərinə. Gülməli çıxsa da bu naski məsələ ayrı bir məsələdir. Hər dəfə bir naski harası itir və bir neçə gün sonra başqa paltaların içindən tapılır. Ev işlərindən ən xoşum gəlmədiyim iş paltar ütüləməkdir və çox vaxtı bu işi mənim qızlarım görür. 5 dənə pəncərə yuyaram, amma paltar ütüləmək heç xoşum gəlmir. Günün çox yarısı keçibsə də pastelləri amma hələ indi yığırlar. Məktəbə gedəndə isə mən hər səhər deyinirəm ki, məktəbə getməmiş pastellərinizi yığışdırıb gedin. Özüm deyib, amma özüm eşidirəm. Ümumiyyətlə bu uşaqların otağındakı stolun üstü təmiz görən günüm olmayıb. Nə əcəbsə, bugün buranı da yağışdırıblar. Həmişə bu stolun üstündə kosmetika, karandaş, ruçka, dəftər, hər şey dolu olur. Mənim ortancıl qızım ümumiyyətlə saçını ukladka eləmədən və makiyaj çəkmədən heç zibil tullamağa da düşmək istəmir. Kosmetikanın sayı hesabı yoxdur. Ona görə də bu stolun üstündə həmişə dağınlıq olur. Məktəbə gedən günlərdə ümumiyyətlə hər şeyin elib, makiyajını, saçlarını düzənlik veriblər, amma stolun üstünü hələ də qoyub gedirlər.
Soruşanda ki bunu niyə belə edirsiniz? Bunu da yığışdırıb gedin. Deyirlər ki, vaxtımız çatmadı. Niyəsə makyaj eləməyə və saç düzmə eləməyə vaxtları çatır, amma 2 dəqiqə dalınca yığışdırmaq vaxtları çatmır. Hər şey yerbəyer eləyəndən sonra başlayırlar toz sorandan tozları götürməyə. Ümumiyyətlə bizim evdə 2 pişik olduğundan demək olar ki, hər gün biz bu işi görürük. Nə qədər də pişiklərin biz tüklərini darasaq da, təmizləsək də, yenə də hər gün yerdə pişiklərin tükü olur. Ona görə də hər gün toz soralanmaq lazımdır. Öz otaqlarını toz sorandan sonra keçiblər qonaq otağa. Yataq otağındakı da pastelləri hamısını dəyişdi, təzə pastel sərdi və çıxarılmış pastelləri də atdılar yumağa. Pastellər üzləri demək olar ki, 2 həftədən bir dəyişilir. Bu bizim pişiklərin də ən sevimli işidir. Pastel dəyişəndə pakrivalın altına girirlər, döşəklərin altına girirlər. İş azmış kimi bunlar da biraz da bizə köməklik edirlər. Bu arada pakrivalımız da yuyuldu. Onu çıxardıb səririk və pastel üzlərini də atırıq yumağa. Hər şeyi yığışdırandan sonra bu otağı da toz soranladılar. Həmişəki kimi də ən çirkli yer koridordur. Ona görə ki, buradan küçədən gələn ayaqqabılar olur. Bizim də pişiklərimiz olduğundan küçədən gələn mikroblar, viruslar onlara düşməsin deyənə demək olar ki, koridoru hər gün nə məskilə biz silirik. Gördüyünüz kimi ayaqqabılar qoyulan yerdə toz soranlanır. Və burada bizim qış paltalarımızda üst paltalar, kurtkalar, paltolar da var. Hələ ki hava tam isinməyib deyənə bunları yığışdıra bilmirəm. Bir-iki həftədə gözləyək. Hava tam yaxşı olandan sonra bunları da yuyub yığışdırmaq lazımdır. Toz soranlanıb qutarandan sonra nə məskindən polları sildilər.
Bu balaca pişiyimizin, sarı pişiyimizin Mayda hələ 2 yaşı olacaq. Və o çox dəcəldir. Şvabranın dalınca o yana bu yana qaçır, öz üçün oynayır. Amma o biri pişiyimiz çox özünü ağır aparır. Otaqlarla bitirəndən sonra keçiblər mətbəxə. Bu da günün sonu. Bu arada mən artıq evdəyəm və nə pişirim deyəndə axşam yeməyinə dedilər ki, sən heç nə pişirmə, istirahət elə. Biz özümüz pizza pişirəcəyik. Çox rahat üsulla pişirilən bir pizza reseptini tapıblar. Əgər sizə maraqlı gəlsə, yorumlarda yazın, reseptini sizə təqdim edərik. Младший. Не кажется, наверное. Привет. Едете в район завтра? Да? С папой? Скорее всего, да, скоро сразу. Здравствуй. У тебя губы как наждачная бумага. У меня вообще губы наждачная бумага. Зря не придут. Мама! А, отлично. Что стало-то? Мне неохота потом все это делать. Там красный цвет. Там не умный цвет. Bu ara bir böyük problem yaşadıq. Pizza pişirməyə başlayanda gördük ki, perqament kağızımız bitib. Uşağı göndərdim almağa və heç yaxşı perqament almadı. Yanımızdakı marketdə olan perqament bu olub. Nə görüb onu da alıb gəlib. Demək olar ki, pizza perqamentə yapışmışdı. Amma çox dadlı pizza idi. Bu pizza çox rahat hazırlanır. Gördüyünüz kimi evdə nə ərzaqlar vardı, hamısını qatdıq. Sizdə nə varsa qata bilərsiniz. Biz döş ətini elədik. Siz kalbasa, sosiska, göbələk qata bilərsiniz. Görünüşü də dadı kimi çox gözəl olub. Sadəcə ki, bir problem yaşadıq. Pizzanı perqament kağızdan güclə qopardıb çıxartdıq. Bu da biz hamımız getdik istirahət eləməyə. Qab yumaq növbəsi ortancıl qızımın idi. Və mətbəxi yığışdırmaq ona qaldı.
Bizim çirkli qablarda ümumiyyətlə deyəsən heç vaxt bitməyəcək. Nə vaxt baxırsan yuyumağa qabımız var. Amma nə yaxşı ki, qızlarım da tətildir və ev işlərini demək olar ki, çox faizini bu 10 gün ərzində özləri görüblər. Və mən də biraz istirahət eləyirəm. Ən gözəl də bilirsiniz nədir? Səhər ayılanda təmiz, səliqəli mətbəxə girmək. Çox xoşlayıram bunu. Əsas da o mətbəxi sən yığışdırmamısansa, çox gözəl. Axırıncı təmizlik işləri də görüldü. Qaz plitəsini də təmizlədilər və bugünlük bu qədər. Ümid edirik ki, bizim bu vloqumuz sizin xoşunuza gəldi. Əgər bəyəndinizsə, abunə olmağı unutmayın.